16 noyabr dəyər nəşrləri sınaq 2 7-ci sinif ingilis dili sual izahlarını dinləyək. İlk öncə dinləməmizin suallarına nəzər salaq. Mətnimizi dinləyək. Yeddi və 8-ci siniflər üçün ingilis dilindən dinləmə mətni. Smart glasses are a new kind of technology. They look like normal glasses, but they can do special things. You can see maps and pictures on the screen. You can take photos and record videos. Some glasses can show words in another language. They help people when they travel or study. You can also listen to music with them. Many people like smart glasses because they're fun and useful. But they are very expensive, and the battery does not last long. Scientists want to make them cheaper and lighter. In the future, smart glasses may help doctors, teachers, and students. Technology keeps changing, and smart glasses are one example of how it helps our daily life. Birinci sualımızda doğru variantımız A bəndi. 52-ci sualımızda doğru variantımız 2 və 4 D bəndi. 53-cü sualımızda doğru variantımız A bəndi. 54-cü sualımızda doğru variantımız A bəndi. 55-ci sualımızda kind sözünü təsvir edən bir sifət istəyir. New, yeni. Mətnimiz robotlar haqqında, robotların gündəlik etdiyi işlərdən və fəaliyyətlərdən danışır. Mətnimizin suallarına başlayaq. Əlli altıncı sualımızda doğru variantımız B bəndi. Bugün müxtəlif üsullarla robotlar istifadə olunur. 57-ci sualımızda doğru variantımız C bəndi. Robotlar həkimlərə xəstəxanalarda kömək edir. 58-ci sualımızda cavabımız A bəndi. Robotlar yaşlı insanlara dərmanlarını qəbul etməyə, xatırlamasına və kömək çağırmağa kömək edir. 59-cu sualımızda yanlış fikir istəyir. Cavabımız D bəndi. Çoxlu robotlar iş ərzində yorulur, yanlış fikirdir. 60-cı sualımızda inanmaq nəyinsə doğru olduğuna, həqiqi olduğuna və yaxud da real olduğuna, to believe ifadəsidir, inanmaq. 61-ci sualımızda cavabımız C bəndi. Onun məsləhəti faydasız idi. O, mənim problemlərimi həll etmədi. 62-ci sualımızda calm sözünün sinonimini istəyir. Calm sakit, səssiz deməkdir. Cavabımız olur B bəndi. 63-cü sualımızda ugly çirkin, yəni 1-ə C. Confused çaşbaş qalmış, yəni 2-yə B. Rich zəngin, 3-ə A. Yəni doğru variantımız C, B, A, C bəndidir. 64-cü sualımızda antonim cütlüyünü istəyir. Cavabımız B bəndi. 65-ci sualımızda doğru olan sözü təyin etməliyik. Doğru fikrimiz 10 söz önüsü olmalıdır. 66-cı sualımızda tələbələrin rəqəmsal alətlərdən istifadəsini haqqında vurğulanıbdır. Cavabımız olur D bəndi. 67-ci sualımızda free Wi-Fi ifadəsi verilib qısa mətnimizdə. İnsanlar internetdən pulsuz formada istifadə edirlər, yəni D bəndimiz. 66 və 67 qısa mətnlər əsasındadır. 68-75-ci suallar qaydalar əhatə edir. 68-ci sualımızda cavab C. Mənim tabletim köhnədir, amma hələ də o yaxşı işləyir, zid fikirləri bildirir. 69-cu sualımızda yağış yağmağa başladı, beləliklə nəticə çıxarırıq, olmalıdır so. 70-ci sualımızda o test üçün çox çalışdı, amma imtahandan keçə bilmədi. Mənfi bir fikrimizi təsdiqləmək məqsədi ilə A bəndində unfortunately ifadəsini deməliyik. 71-ci sualımızda ING ilə başlayan feilləri biz to'lu başqa bir feillə əvəz edə bilərik, mənasını qorumaq şərti ilə. İfadəmiz it izlə başlayır, ardınca feilimizi to hissəcikli feil formasına salmalıyıq və feilimizin sonuna ING s qəbul etməməliyik. Yəni cavabımız C bəndi. 72-ci sualımızda cümlənin önündə feilləri ING-li formada və to hissəcikli istifadə etməliyik. Cavabımız D bəndi.
73-cü sualımızda bəzi sifətlər var ki, üzərinə to hissəcikli fe'l istəyir. Yəni cavab A bəndi. 74-cü sualımızda sifətin önündə istifadə edə bilərik to, sifətdən sonra istifadə edə bilərik in-up. Yəni cavabımız olur C bəndi. 75-ci sualımızda ayıncı və idi qaydasına əlaqəlidir. Birinci boşluqda cansız olduğu üçün ayıncı, ikinci boşluqda canlı olduğu üçün idi deməliyik. Yəni cavabımız B bəndi.